Gəncədə ana 40 günlük körpəsindən imtina edib. Fevralın 10-da uşaq xəstəxanasının pediatriya şöbəsinə gətirilən uşağın körpələr evinə verilməsi ilə bağlı sənədləşmə işləri aparılır. Hazırda ana da xəstəxanada körpənin yanındadır. 21 yaşlı qadın yataqxanada yaşadığını, heç yerdə işləmədiyini üçün ona baxmaq gücündə olmadığını və buna görə də uşağın körpələr evinə yerləşdirilməsini istədiyini deyib. Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, körpə ilə bağlı müraciət ötən ay daxil olub. Agentliyin əməkdaşları ilkin qiymətləndirmə üçün ananın yaşadığı ünvana gediblər. Ona övladına özünün baxması üçün sosial dəstək göstərilməsi təklif edilsə də imtina eləyib. Qadın özünün də uşaq evində böyüdüyünü bildirib. Körpənin atası isə Ağstafa rayon sakinidir. Cütlüyün əvvəl rəsmi nikahı olsa da sonradan ayrılıblar. Ata da yazılı olaraq uşaqdan imtina eləyib. Hazırda aparılan müalicə prosedurları bitdikdən sonra körpə sosial xidmət müəssisəsinə yerləşdiriləcək. 2025-ci il təvəllüdlü, az yaşlı, qadın cinsi Gəncə şəhər Birləşmiş Xəstəxana nəzdində olan uşaq xəstəxanasının pediatri şöbəsinə hospitalizasiya olunub. Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub. Hal-hazırda körpənin müalicəsi xəstəxana müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.